Nədən danışmaq istəyirəm? Boşanma mədəniyyətindən. Təəssüf eləyirəm ki, bir balaca bizim cəmiyyətimizdə boşanma mədəniyyəti yoxdur. Yoxdur. Biraz var, az var deməzdim. Ümumiyyətlə yoxdur. Çünki 0,0001% bəlkə var. Boşanma əslində bir mədəniyyətdir. Elə evlənmək özü də bir mədəniyyətdir. Amma bugün bizim cəmiyyətimizdə evlənmək mədəniyyəti də yoxdur, boşanma mədəniyyəti də yoxdur. Bilirsiniz, biz keçmişə baxsaq, ötən 80 ilə baxsaq, SSR dövründə olduğumuz illərə baxsaq, orada çox da yaxşı şeylər olmayıb. Hamı bir-birindən danos yazıb, hamı bir-birindən şikayət eləyib, hamı bir-birinə satqınlıq eləyib, üzünə gülüb daldalada danos yazıb göndəriblər rəhbərliyə, əzilmişik, qul təfəkkürü yeridilib beynimizə. Amma bütün bunlarla yanaşı müsbət bir-iki cəhət var idi ki, o bir-iki cəhət bir balaca dağılandan sonra o quruluş itib gedib. Bu müsbət cəhət o idi ki, insanlar hardasa sevib seçdiyi ilə evlənə bilirdi. Universitetlər bitəndən sonra təyinatla rayonlara gedirdilər. Fərqli başqa rayon, öz doğulduğu deyil, böyüdüyü deyil, başqa rayondan evlənirdilər. Əskəri xidmətə gedəndə xarici ölkələrə gedirdilər, orada evlənib gəlirdilər və qan dəyişirdi. Qan dəyişdikcə də əlbəttə ki, həmin nasiya, həmin o nəsil daha sağlam, fiziki, əqli, daha inkişaf etmiş olurdu. Amma son zamanlar bu bir balaca qohum evlilikləri, qohum, hamı bir-birinə evlənir. 2 qat, 3 qat qohum evlilikləri, əlbəttə ki, bunun fəsadları var. Bunun ola bilər fiziki fəsadı olmasın, kimsə çox gözəl, göyçək, yarlı, yaraşıqlı olsun, amma bunun əqli problemləri var. Çox vaxt fiziki problemləri də olur. Bəli, insanlar bunu qondurmurlar ki, yox əşi, bizdə nə olub, biz qohumuq, bizdə yoxdur. Bizim həyatımızda bu baş verməyib. Amma illər keçir, zaman dəyişir və 3-cü, 4-cü nəsildə problemlər yaranır. Yəni, bir balaca bu qohum evlilikləri böyük problemdir. Sonra boşanma böyük problemə çevrilir. Qohumlar arasında aləm bir-birinə dəyir. Ümumiyyətlə, mən sizə söyləmək istəyirəm ki, boşanmaq ayıb deyil. Amma boşananda insanlığı itirmək, bax bu ayıbdır. Evlənmək mədəniyyəti də son zamanlar yoxdur. Çünki insanlar əvvəllər sevib seçdiyi ilə evlənirdilər. Söylədiyim kimi, getdikləri bölgədə, çalışdıqları yerdə, gördükləri yerdə, sevdiyi insanla daha çox evlənirdi. Bugün bu yoxdur. İnsanlar evlənmək yaşım gəlib deyə evlənim. Əşi, evdən deyirlər evlənim. Və yaxud analar, oğlumu evləndirin, bir gəlin mənə baxsın deyə evləndirir. Və yaxud, bax filan kəs nə qəşəng qızdır, evlən. Yox, anamgil seçdi, mən də evləndim də, anamgil məndən yaxşı bilir. Amma düşünmür ki, nəticədə həmən evləndiyin qızla, oğlanla anangil bir yastığa baş qoymayacaqsan, bir yastığa baş qoyacaqsan. Başa düşürsən? Və yaxud da o sevdiyi insanla ailəsi razı deyil deyə acığa evlənir. Bəlkə də ailə bunu normal qəbul eləsə, o acığa o addımı atmaz. Onun acığına, onun prinsipinə evlənir və o zaman bilirsiniz nə yaranır? İki boşanan insan, iki sevən insan boşananda düşmənə çevrilir. Bu zəiflikdir. İstər qadın, istər kişi tərəfindən zəiflikdir. Və yaxud biz baxırıq ki, kişilər elə yanlış böyüdürlər ki, bir kişi xeylağını ailədə və o böyüyəndə qadın boşanandan sonra gedir onu öldürür, bıçaqlayır, onun həyatına müdaxilə eləyir. Bu son zamanlar çox rastımıza gəlir. Çünki xəbərlərə baxanda ancaq negativ xəbərlər görürük. Boşandığı qadının, keçmiş qadını döyür, öldürür, istismar eləyir, bilmirəm, şiddət göstərir, ayrılmısan. Adam zamanında düzələrdin. Sanki onun şəxsi mülkiyyəti hesab eləyir. Bir qadın, bir kişinin şəxsi mülkiyyəti deyil. Onun özəlləşdirmə sənədi kupçası yoxdur ona. Boşandınsa bitdi. Sadəcə olaraq boşanandan sonra uşaqları düşünmək lazımdır, münasibətləri düşünmək lazımdır. Bilirsiniz, boşanmaq uduzmaq demək deyil. Çox zaman kişilər ya qadınlar bunu özünə sindirə bilmir. Ki, uduzmaq hesabı. Amma bu uduzmaq deyil. Bu çox zaman özünü xilas eləməkdir.
özünü, övladları, münasibətləri xilas eləmək deməkdir. Amma biz necə yanaşırıq? Boşanmağı uduzmaq hesab eləyirik. Bunu özümüzə yedirdə bilmirik. O təkəbbür imkan vermir ki, biz onu özümüzə yəni mən boşan, mənim keçmiş qadınım yoxdur belə bir şeylər. Yoxdur. Sən keçmiş qadınla uşaqlara xatir baxırsanmı? Yəni onun maddi və mənəvi ödəyirsənmi? Sən ona hörmətlə yanaşırsanmı? Deyil. Əgər bir ailə daxilində soyuqluq varsa, o kişi və qadın bir söhbət eləyə bilmirlər. Gündüz işdə gücdə, axşam gəlirlər evə, hər öz telefonunda, uşaqlar öz telefonunda. O artıq ailə deyil, o bitib. O bitmiş ailədir. Münasibətlərdə qadın kişi bir-biri ilə ünsiyyət qurmursa, söhbət eləmirsə, o münasibət yoxdur. Bir-birini eşitmirsə, ümumiyyətlə bugün bizim cəmiyyətimizdə çox böyük dinləmə, eşitmə problemi var. Çünki insanlar bir-birini eşitmir. Çox vaxt eşidir deməyə ona görə qulaq asır ki, desin mən demişdim də. Və yaxud desin ki, əşi vaxtında mənə qulaq assaydın. Başa düşürsünüz? Çox zaman boşanmadan sonra qadın ya kişi götürür ailə sirlərini sosial şəbəkələrdə yayırlar, çıxıb efirlərdə yayırlar, nə bilim, qarşı tərəfi alçaldırlar, qarşı tərəfi çox iyrənc şəkildə ifşa eləyirlər, onlara elə gəlir ifşa eləyirlər. Bu acizlikdir, bu psixoloji geriləmədir, bu psixoloji acizlikdir. Bunlar yəni böyük tərbiyəsizlikdir. Bəlkə də bunun fərqinə varmırlar. Amma bu təkəbbürdən irəli gəlir, bu narsisizmdən irəli gəlir, bu oğul analarını nə üçün ana deyirəm? Çünki tərbiyəni öyrəndi. Əsas anadır. Analarının övladı doğru düzgün böyütməməyidir. Bəli, ana və ata əsasən ana. Yəni bir zamanlar sən bu adamla bir yastığa baş qoymusan, yatmısan, durmusan, canım ciyərim demisən. Necə ola bilər ki, ayrılandan sonra sən onu bihabır eləyəsən, sən onu aşağılayasan, alçaldasan, sən düşünmürsən, ayrılsan da o sənin uşağının anasıdır və ya atasıdır. Yəni ayrılmaqla o şəxsiyyət vəsiqəsində ata sözü silinmir ki, o orada qalır. Heç orada sildirsən də o ata atalığında qalır, onun atasıdır, qanıdır, canıdır. Sən onu niyə aşağılayasan ki? Sən əgər seçdiyin insanı, bir zamanlar ailəli olduğun insanı aşağılayırsansa, özünü aşağılayırsan. Deməli, düzgün insanı seçməmisən də. Deməli, sən yaxşı deyilsən. Aşağıladığın, pislədiyin adam yox, sən yaxşı deyilsən. Başa düşürsünüz? Yəni, boşanma mədəniyyəti söymədən, dalaşmadan, döymədən, incitmədən gələcəyə bir yol açmaqdır. Və bu gələcəyə yolu oturub anlaşaraq açmaq lazımdır. Anlaşaraq, övladları müzakirə edərək ki, necə eləyək, onlara mane olmasın. Övlad atada da, anada da. Bizdə nə edirlər? Gedir ata evinə, öyrədir, nənə öyrədir onu. Nə dedi nənən? Hə, o biri anan, sən onlara qulaq asmaya, ata deyir, anan neynədir, hara getdi? Soruşan yoxdur, ay bala, dərslərin necədir? Ailədə də bu belə olur, ha? Çox zaman ailə müdaxilələrdən ayrılır. Ailə valideynlərin müdaxilələrindən ayrılır, çox zaman. Oğul ananın seçdiyi qızı almayanda və yaxud ananın seçdiyi qız ananın dediyi ilə oturub durmayanda və yaxud oğul ananın seçdiyi deyil, sevdiyini alanda bu ailə müdaxilələrindən. Qız ananın seçdiyi oğlanla evlənməyəndə və s. və ilaxır. Bəli, çox zaman boşanmalar ailə daxili valideynlərin müdaxilələrindən olur. Bəli, valideynlər müdaxilə eləyir. Ya evləndirdiniz, qarışmayın da buna. Yəni, mən bir dəfə bu barədə dedim ki, övlada biz valideynlər borcluyuq. Çünki onu dünyaya gətiririk. Biz ondan icazə almırıq ki, biz planlayırıq və yaxud planlamırıq, övladı dünyaya gətiririk. Və bəlli bir yaşa qədər, 18 yaşa qədər borcluyuq onlara böyütməyə, tərbiyə verməyə. Ondan sonra düş də bunun yaxasından. Sən məsləhət verə bilərsən, onu dinləyə bilərsən, yol göstərə bilərsən, amma müdaxilə eləmək, onun beynini doldurmaq, onu seçdiyi adama qarşı qoymaq, görsən 40 yaşında bir ailədir, hələ də ana müdaxilə eləyir, ana idarə eləyir evi. Ana müqəddəsdir, ata müqəddəsdir, amma bu sənin ailəndir. Necə yəni sən həyat yoldaşına, üzr istəyirəm, at paltar alacaqsan, anadan mı icazə alırsan? Bu sizin ikinizin aranızda olan bir şeydir.
Mən veriliş aparırdım, bizi barışdırın. Orada belə bir hadisəyə rast gəlmişdim ki, oğul gəlib, valideynlər gəlib və oğul soruşuram ki, necə oldu evləndiniz? Ana biri, hə bunlar seçdilər, nə bilim getdi oğlan tapdı. Deyirəm ki, bəs yoldaşınız hansı işdə işləyir? Ana, o filan iş. Ana imkan vermir ki, oğlan ağzını açıb danışsın, oğlanın da 43 yaşı var. İmkan vermir. Və artıq aydındır ki, müdaxilələr, fərq eləmir oğul anası, qız anası. Başa düşürsünüz, sakit ayrıla bilən adam özünə hörmət eləyə bilən adamdır. Sən hansısa, kişi xeylaqları, son zamanlar bu çoxalıb, qadına şiddət, ayrılandan, boşanandan sonra qadını öldürmək, bu hallar çoxalıb deyə mən bunu deyirəm. Yəni, sən bu qadından ayrılmısansa, sənin yeganə ortaq nöqtən övladlarındır. Övladlarına görə bu qadınla ünsiyyətini saxlamalısan. Sən getdin bunu öldürdünsə, övladın anasını öldürdün, övladı anasız qoydun. Sənin arvadın yox, övladının anası. Sosial şəbəkədə yəqin bir zibili var idi, öldürdülər. Yazırlar sosial şəbəkələrdə. Yəqin bir zibili var imiş, öldürdülər. Haqq eləyib öldürüb. Yaxşı qadını öldürməzlər. Mənim əzizim, yaxşı qadın deyirsinizsə, birincisi o qadını o kişi yaratmayıb öldürsün. O qadını o uşaqların anası olaraq görməlidir. O qadını öldürərək qadının nə etməyindən asılı olmayaraq o uşaqları yetim qoyur. Bəs o uşaqlar bu həyata necə tutunacaqlar? O qadını öldürməzdən əvvəl, o qadına əxlaqsız damğası vurmazdan əvvəl o kişi o qadına görün mənəvi maddi dəstək olur. Sən ayrılmısan, ona pul vermirsən. Adam tanıyıram ki, şey deyir ki, yox, anoza deməyin, nə istəyirsiniz mən sizə alım, anoza deməyin, gedib pulu xərcləyər. Ana hara xərcləyir ki, pulu balalarına? Yəni, bir uşağa baxmaq çox mənəvi və maddi çox bahalı bir şeydir. Hətta pul göndərmək o uşağı böyütməyə yetmir. O uşağın yanında olmalısan, o uşağın düşüncələrini dəstəkləməlisən, o uşaq düşəndə qaldırmalısan, qalxanda yanında olmalısan, o uşağı addımlarını, seçimlərini dəstəkləməlisən, o uşağı qırıb sındırmamalısan, o uşağa bir həyat verməlisən. Bu pulla yetmir ki. Yaxşı, sən bu qadından ayrıldın, bu qadına maddi mənəvi dəstək olmursan, üstünə də əxlaqsız damğası vurub öldürürsən. Və sən nə qədər egoist, nə qədər başdan xarab adam olasan ki, o uşaqları düşünməyəsən. Ayrıldınızsa o sənin arvadın deyil, o uşaqların anasıdır. Axı o uşaqlar sənin belindən gəlib. Və yaxud qadınlar ayrılandan sonra kişiləri manipulyasiya edir. Mən filan yerdə ev al, mən nə bilim zəng edir iş yerinə, problemlər yaradır ona, uşaqları kişiyə qarşı doldurur. Sən ayrıldınsa sənin ərin deyil. Dövlət tərəfindən, qanun tərəfindən nə haqqın, hüququn var, onu eləməlidir kişi. Bu qədər bəsitdir. Sən ayrılandan sonra kişidən nəsə tələb eləməyə qanundan kənar ixtiyarın yoxdur. Qanun çərçivəsində. Sən necə onun həyatını zindana döndərə bilərsən? Yeni ailə qurmağına mane olur, iş yerinin problemləri yaradır. Ya sən o iş yerinə problem yaratdın, bu kişi uşağa necə baxsın? Yaxşı, sən bunun ikinci ailə qurmağına mane olacaqdınsa, niyə ayrılırdın? Yəni, bir insan yanınızdaykən onun qədir qiymətini bilin, onu eşidin, dinləyin, ünsiyyət qurmağa çalışın. Baxırsan, ailə hərə öz işində o telefonla, bu telefonla, bir dənə axşam yatağa girəndə bir yerdə girirlər, o da yenə telefonla da yuxuya gelir. Bu telefonla evlənəcəydinsə, bu qızı niyə alıb gətirirdin? Və yaxud da bəzi analar var, düşünür ki, oğlu narkomandır və yaxud spirtli içki alüdəkisidir, qadağan olunmuş nələrinsə alüdəkisidir, deyir, evlənəndə düzələcək. Bu evlənəndə bunun nəyi düzəlir? Evlənəndə bunun nəyi düzəlir ki? Qadın, nədir? Qadının sehirli çubuğu var, bir dənə belə eləsin,
düzəlsin bu narkomandan, spirtli içki aludəçisindən doğulan uşaqlarda da problemlər olur. Fiziki və əqli. Nəyə görə bir qadın və bir kişi bir-birini sevib seçməlidir? Anlamalıdır, hörmətlə yanaşmalıdır. Bütün hər şeyə rəğmən o insanlar bir-birini seçibsə, anlayıbsa, hörmətlə yanaşıbsa, onlar bu həyatın bütün çətinliklərindən keçəcəklər. Və hətta həyatdır, ayrılıq olarsa belə, o insanlar ayrılanda sakit, anlaşaraq ayrılacaq. Çünki özünə hörmət eləyəcək. Yəni bu dəqiqə biraz narsist insanlar çoxalıb, o təkəbbür, ego, onlar elə gəlir ki, bunlardan heç kim ayrıla bilməz. Əzir, aşağılayır, ayrılanda da əl çəkmir, qadına şər atır, problem yaradır. Niyə? O bir zamanlar o xoş günlərin xatirinə, o dünyaya gətirdiyiniz övladı qadın ata evindən gətirməyib ki, və yaxud kişi özü istehsal eləməyib ki, bu qarşılıqlı anlaşma, qarşılıqlı istək nəticəsində dünyaya gəlir. Özünüzü deyilsə də bari uşaqları düşünün. Mənim əzizlərim, evlənmək mədəniyyət olduğu kimi boşanma da bir mədəniyyətdir. Təəssüf edirəm ki, son zamanlar evlənmə mədəniyyətimiz də azalıb. Sevib seçdiyimiz insanlarla deyil, ailənin bizə seçdiyi, göstərdiyi insanlarla evlənirik və qıraqda sevib seçdiklərimizlə görüşürük. Nəticədə iki insanı bədbəxt eləyirik. Bədbəxtlik də deməzdim, iki insanı həyatdan küstürürük. Bu iki insana o sevgini, o dəyəri verə bilmərsən. Çox zaman kişilər qadına doğum aparatı kimi baxır. Uşaqlarımın anası, o qadın evdə olmalıdır, uşaqlara baxmalıdır. O qadın pəncərədən baxa bilməz, maşınla bir yerə gedəndə pərdələr çəkilməlidir. Niyə? O qadın insan deyilmi? Sən, ey kişi, özünə bu qədər mi güvənmirsən? Bu qadının problemi deyil, bu onun yanındakı kişinin problemidir. Kişi özgüvənsizdir. Mənim əzizlərim, ola bilər bugün qısa danışdım bu barədə, amma bu çox böyük bir qlobal problemdir. Evlənmək də mədəniyyətdir. Çalışın, sevdiyiniz, dəyər verdiyiniz, hörmət edəcəyiniz, uşaqlarınıza ana görəcəyiniz insanlarla evlənin. Nəticədə övlada intellekt, ağıl, düşüncə anadan keçir, 94%. Anadan keçir. O oğul deyirsiniz, mənim soy kökümü davam edir. O, anadan götürür ağılı, intellekti. Ona görə özünüzə doğru, düzgün həyat yoldaşı seçin. Ev yoldaşı yox, həyat yoldaşı, həyat. O sizin həyatınızda işıq saçsın. O ər və yaxud o arvad, o kişi, o qadın fərq eləmir. Həyat yoldaşınız sizin seçimlərinizi dəstəkləsin, sizi dinləsin, eşitsin, sizə dəyər versin. Əlbəttə qısqanclıq da olar, ailə daxili müəyyən ünsiyyət də olar, mübahisələr də olar. Bunlar ailənin bərkiməsidir. Bu ailənin bir-birini tanıması deməkdir. Çünki qız ayrı bir ailədə doğulub böyüyür, oğul ayrı bir ailədə doğulub böyüyür. Onların hərəsinin özünə məxsus ailə tərbiyəsi olur, həyat düşüncəsi olur, həyata baxışı və yolu olur. Bu ikisi gəlib evlənirsə, bu kəsişmə nöqtəsi olursa, ailə qurulursa, onlar yenidən o ailəni yaratmalıdırlar və bu yolda mübahisələr də olur, söz-söhbətlər də olur, fikir ayrılığı da ola bilir. Yetər ki, hər şeyə hörmətlə yanaşasınız. Yəni, o hörmət, bir-birinizi eşitmə qabiliyyəti, dinləmə qabiliyyəti olarsa, siz bir-birinizə dəyər verərsinizsə, onların hamısını aşarsınız. Və o baş verən kiçik söz-söhbətlər sizin ailəni bərkidər. Hər söz-söhbətdə anlayacaqsınız ki, məsələn, qadının xoşuna nə gəlməyib, kişinin xoşuna nə gəlməyib və yaxud nəyi düz eləməmisiniz ki, növbəti dəfə o olmasın, növbəti dəfə olma və beləcə irəliyib illəri geridə qoya bilərsiniz. Amma hörmət, qarşılıqlı hörmət, dəyər və sevgi olmazsa, sevginin içində hörmət, dəyər, bunların hamısı sevginin içindədir. Aşırı qısqanclıq o sevgidən olmur. Qısqanclıq da qədərində. Aşırı qısqanclıq psixoloji problemdir. Ora niyə baxdım, bura niyə getdim, onu niyə elədim, bunu elə deyil. Bir-birlərinizin seçimlərinə dəyər verə bilərsiniz. Yetər ki, bir-birinizi sevin. Yetər ki, evlənəndə də o evlilik mədəniyyəti ilə evlənin, sevgi ilə evlənin, boşananda da.
Əgər özünüzə hörmət edirsinizsə, birinci, özünüzə hörmət edirsinizsə, evlənəndə də evlilik mədəniyyəti olacaq, ailənizdə də ailə mədəniyyəti olacaq. Hətta həyatda heç kim üçün nəsə ortalanmır, boşanarsınızsa belə, orada da o özünə olan hörmət, o boşanma mədəniyyətini qoruyub saxlayacaq. Və siz imkan verməyəcəksiniz ki, sizin qadınınız haqqında kimsə nəsə desin. Biri gəlib desə ki, sən qadını filan yerdə gördüm, onun ağzından vur. Mənim qadınımdır. Mən ayrılmışamsa da o mənim uşaqlarımın anasıdır. Sən kimsən mənim uşaqlarımın anasında bu sözü deyirsən? Yox, əgər o gəlib deyənə sən deyirsənsə, hə, elə ona görə boşandım, sən artıq kişilikdən deyil, kişicilikdən məməzlərim. Eynisi də qadına xas olan bir xüsusiyyətdir. Biri gəlib sənin həyat yoldaşın haqqında nələrsə deyirsə, o deyənin ağzından vur. Nəticədə o deyən kimdir ki, ailə sənin ailəndir. Kimsənin həddinə deyil, insanın ailəsi haqqında, xanımı və yaxud bəyi haqqında fikir yürütsün. Elə övladlarınız haqqında da kimsələrəsə uyub, kimsələrin müdaxilələrinə uyub ailənizi dağıtmayın. Ailə müqəddəsdir və gözəldir. Təşəkkür edirəm.